Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Bu gün mən sizə növbəti blok sınağından coğrafiya suallarının izahını verəcəm. Qarşıdan bildiyimiz kimi blok şans imtahanları gəlir və bu imtahanlarda uğur əldə etmək istəyirsinizsə, bu tip sınaqları izləməyi tövsiyə edirəm. Vaxt keçirmədən gəlin 31-ci suala baxırıq. Mənsəbində yarımsəhra və quru-çöl iqlim tipinin formalaşdığı çayları müəyyən edin. Bildiyimiz kimi düzən ərazilərdə yarımsəhra və quru-çöl iqlimi geniş yayılmışdır və biz bir-bir çayları tədqiq edəcəyik. Birinci variantda Qanıq çayını görürük. Birinci bəndə Qanıq bildiyimiz kimi Kür çayına və Kür çayının töküldüyü hissəsində isə orada yarımsəhra və quru-çöl iqliminə rast gəlinir. Deməli, birinci bəndi götürürük. İkidə Şəmkir çayı. Şəmkir çayı da Kür çayının sağ qollarından biridir və onun da mənsəbi yarımsəhra və quru-çöl iqliminə uyğun gəlir. Üçdə Katex çayı qeyd olunmuşdur. Katex çayı Böyük Qafqazın cənub yamacından axan çaylardır və onun mənsəbi qışı quraq keçən mülayim isti iqlim tipinə uyğun gəlir. Deməli 3 ola bilməz. 4də Qabırlı çayı da eyni kimi Qanıq kimi Kür çayına tökülür və bu çayların da mənsəbi yarımsəhra və quru-çöl iqliminə aiddir. Cavabımız 1, 2 və 4-dür. B variantı. 5-də Dəmirapparan çayı. Dəmirapparan çayın mənsəbi Böyük Qafqazın cənub hissəsində mülayim isti iqlimə uyğun gəlir. 6 isə bildiyimiz kimi Dəmirapparan çayı Türyan çaya tökülür və həmin hissədə mülayim isti iqlimdir. 6 isə Təngərud çayıdır. Bu Talış dağlarından axan çaylardır və mənsəbi Xəzər dənizidir və həmin hissələrdə isə yayı quraq keçən mülayim isti iqlim tipi yayılmışdır. Cavabımız 1, 2, 4 B variantı. 32-ci suala baxırıq. Dağ zirvələrinin, həmçinin aşırımların düzgün verildiyi silsilələri müəyyən edin. Birdə baxırıq, Yarıdağ yerləşir yan silsilədə. Bu doğrudur. Biçənə aşırımı Dərələyəz qeyd edilir. Biçənə aşırımın hündürlüyü 2346 metrdir və o Dərələyəz yox, Zəngəzurda yerləşir. Deməli 2 səhvdir. Üstə Camışdağ. Camışdağ bildiyimiz Murovdağın ən hündür zirvəsidir. Burada isə Zəngəzur qeyd olunub. 2 və 3 yanlış cavablardır. 4də Bazaryurt Şərqi Göyçədə deyil də Baş Qafqaz silsiləsinə aiddir. 2, 3, 4 cavabları yanlışdır. Salavat aşırımı isə Baş Qafqaz silsiləsində yerləşir. Bu doğrudur. Ömər aşırımı isə Murovdağ silsiləsinə aiddir. Cavabımız 1, 5, 6 Y variantı. 33-cü suala baxırıq. Eyler-Venn diaqramını tamamlayan bəndi müəyyən edin. Hacıqabul gölü və Sarısı gölləri. Bunlar qeyd etdiyimiz kimi Kürün axmazlarında yerləşən göllər hesab edilir. Və bunlar üçün uyğun cavabı seçirik. Okean səviyyəsindən yuxarıda yerləşir. Xeyr, bunlar yerləşdiyi ərazilər okean səviyyəsindən Kür Araz ovalığı ətraf əraziləridir və bunlar okean səviyyəsindən aşağıda yerləşirlər. A cavabı yanlışdır. B-də çay-dərə mənşəlidir. Həqiqətən də Hacıqabul və Sarısı gölləri çay-dərə mənşəli, yəni Kür çayının axmazlarında yaranan göllər hesab edilir. Deməli, tamamilə B cavabı doğrudur. C. Araz çayının axmazında yaranmışdır. Xeyr, bunlar Araz çayının yox, Kür çayının axmazları hesab edilir. D-də mülayim isti iqlim tipində yerləşir. Hacıqabul və Sarısı gölləri bunlar yarımsəhra və quru-çöl iqliminə aiddir. E variantı Küdri Şirvan fiziki coğrafi rayonunda yerləşir. Xeyr, bu mərkəzi Aran fiziki coğrafi rayonuna aid edilir. 34-cü suala baxın. Ölkələri və uyğun gələn adaları müəyyən edin. Müəyyən edək. İspaniya, Fransa, Ekvador və Yəmən ölkələri verilmişdir. Burada diqqətlə baxsaq, Yəmənə aid edilir. Təbii ki, Sokotra adası. Deməli, Yəmənə Sokotra aid edilir. Ekvadora aid olan adalar Qalapagos adasıdır. Fransaya aid ada təbii ki, Korsika adası Fransaya aiddir. Balear adaları isə İspaniyaya aid edilir. Yəni cavabımız olacaq 1-ə B, 2-yə D, 3-ə C, 4-ə A variantı. Doğru cavabımız oldu B variantı. 35-ci suala baxırıq. Böyük Qafqaz təbii vilayəti üçün doğru olan fikirləri müəyyən edin.
Respublikamızda mövcud olan bütün palçıq vulkanları bu təbii vilayətdə yerləşir. Bildiyimiz kimi palçıq vulkanları həm Böyük Qafqazda, həm də Kür çökməsi deməli Kür çökməsi vilayətində rast gəlinir. Deməli, təkcə Böyük Qafqaz yazılmağı yanlış fikirdir. 2-də tərkibində olan fiziki coğrafi rayonların sayına görə yalnız Kür çökəkliyi vilayətindən geri qalır. Bildiyimiz ki, Kür çökəkliyində 6 dənə, Böyük Qafqazda 5 dənə, Kiçik Qafqazda 4 dənə, Naxçıvan, yəni Orta Arazda 2, Lənkəran vilayətində isə 2 dənə fiziki coğrafi rayon var və həqiqətən də Böyük Qafqaz yalnız Kür çökəkliyindən geri qalır. Bu fikir doğrudur. 3. Boz qonur düzən meşə çəmən torpaqlarına rast gəlinir. Bəli, boz qonur torpaqlar xüsusən də və düzən meşə introzonal landşaftlar bildiyimiz kimi Şollar düzündə, Samur Dəvəçidə boz qonur torpaqlar Abşeron Qobustan ərazilərində də bu rast gəlinir. Bu doğru fikirdir. Vulkanogen çökmə suxları rast gəlinmir. Əslində burada deməli bu vilayətdə e, vulkanogen köçmə suxulara rast gəlinmir fikri yanlışdır. Çünki burada vulkanogen köçmə suxuları mövcuddur. Deməli 4 fikri yanlışdır. 5-də şimal-şərq hissədə hündürlüyə doğru landşaftın inversiyası müşahidə edilir. Landşaftın inversiyası Talış dağlarında müşahidə edilir. Yəni hündürlüyə qalxdıqca temperaturun artması nəticəsində meşədən sonra çöl landşaftına rast gəlinir. Deməli bu Böyük Qafqaza aid deyil. Xəzər sahili mövqeyə malikdir. Bu da doğru fikirdir. Cavabımız 2, 3, 6 A variantı. 36-cı suala baxın. Doğru sıraları müəyyən edin. San Francisco San megapolisində yerləşir. Bu doğrudur. İslamabad Pakistan ən böyük şəhəri olub, onun paytaxtıdır. İslamabad Pakistanın paytaxtı olsa da ən böyük şəhəri deyil, Karachidir ən böyük şəhəri ki, yanlışdır. Üstə Chicago şəhərinin dərinə inkişafı baş verir. Chicago ABŞ-dadır və inkişaf etmiş ölkələrdə şəhərlərin dərinə inkişafı baş verir. Doğrudur. Rio de Janeiro favellərlə səciyyəvidir. Favellər yalançı urbanizasiyaya məxsus olan yaşayış məntəqələridir ki, şəhər ətrafı yaşayış məntəqələr və bu Latın Amerikasında, yəni eyni zamanda Braziliyada da mövcuddur. Berlin dəniz liman şəhəridir. Bu Almaniyanın paytaxtıdır və bu dəniz liman şəhəri deyildir. Ankara nüvə şəhəri sayılan İstanbulun peyk şəhəridir. Bu da yanlış cavabdır. Cavabımız 1, 3, 4 D variantı. 37-ci suala baxarıq. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Yəni doğrunun qabağında doğru, yanlışın qabağında isə yanlış olmalıdır. Cədvələ əsasən uyğunluğu müəyyən edək. Aralıq dənizi və Kiçik Asiyadan gələn cənub siklonları ölkəmizə yağıntı gətirir. Bu doğrudur və qarşısında doğru olduğu üçün 1 götürürük. Qarabağ iqtisadi rayonunda SES-lər fəaliyyət göstərir. Bəli, burada köndələn 1, köndələn 2, eyni zamanda sərsəng, həmçinin başqa SES-lər burada fəaliyyət göstərir. Bu doğru fikirdir, lakin qarşısında yanlış olduğuna görə 2-ni götürmürük. Gəncə Daşkəsən iqtisadi rayonunda şəhər əhalisinin sayı kənd əhalisinin sayından daha çoxdur. Bu doğru fikirdir, lakin qabağında yanlış yazıldığı üçün 3-ü də götürmürük. Şərqi Zəngəzur və Abşeron xızı iqtisadi rayonları külək enerjisindən istifadə edilməsi üçün böyük potensiala malikdir. Ümumiyyətlə Azərbaycan qərb, Qazax, Tovuz, Şərqi Zəngəzur və Naxçıvanın qərb hissələrində, həmçinin də Abşeron xızı və Bakı iqtisadi rayonlarında külək enerjisi imkanları mövcuddur. Deməli bu doğru fikirdir və qarşısında doğru yazıldığı üçün götürürük. Xudad və Xaçmaz şəhərləri eyni tektonik zonada yerləşir. Bəli, Ön Qafqaz çökməsində yerləşirlər və bu fikir doğrudur. Qarşısında da doğru yazılıb. Cavabımız 1, 4 və 5-dir. 6-cı fikrə baxırıq. Qazax Tovuq iqtisadi rayonunda qışı quraq keçən mülayim isti iqlim yarımtipi yayılmışdır. Bu doğrudur, lakin qabağında yanlış yazılıb. Deməli götürmürük. Cavab 1, 4, 5 B variantı. 38-ci suala baxırıq. Xəritə sxemində fərqləndirilmiş rənglə göstərilən ölkələrin ümumi əlamətlərini müəyyən edin. Ölkələrə baxanda Braziliya, Çar, Rusiya, Çin və Hindistanı görürük. Bu ölkələrin 5-i də BRICS təşkilatına üzv ölkələrdir. Cavab A variantıdır. İri neft və qaz istehsalçılarıdır. Bu Cara aid ola bilməz, Hindistana aid edilə bilməz.
Əhalinin əksəriyyəti Hind-Avropa dil ailəsinə mənsubdur. Bunlardan Çin, Hind-Avropaya aid deyil, Çin Tibetə aiddir. Kənd təsərrüfatında aparıcı sahə heyvandarlığıdır. Yəni Braziliyada və bundan başqa Hindistanda bu kimi ölkələrdə daha çox əkinçilik üstündür. Eyni zamanda Çində də. İnkişaf etməkdə olan ölkələr qrupuna aidlər. Çar inkişaf etmiş ölkə olduğu üçün yanlışdır. 39-a baxırıq. Şimal yarımkürəsində yerləşən A məntəqəsində sutkanın işıqlı vaxtında şaquli cisimlərin kölgə uzunluqları heç vaxt sıfıra bərabər olmur. Bu o deməkdir ki, həmin məntəqədə günəş zenitdə olmur və gecə-gündüzün adi növbələşməsi pozulmur. Günəş şüaların maksimum düşmə bucağı 75 dərəcədir. A məntəqəsi coğrafi enliyini tapın. Əgər deməli kölgə sıfıra bərabər olmursa və gecə-gündüzün adi növbələşməsi pozulmursa, deməli söhbət mülayim işıqlanma qurşağına gedir. Yəni həmin məntəqə 66,5-dən 23,5 şimal enliklərinin arasında, yəni mülayim işıqlanma qurşağında yerləşməlidir. O zaman biz günəşin düşmə bucağını burada təyin edək. Maksimum düşmə bucağı 75 dərəcədir. Bir də maksimum düşmə bucağını tapmaq üçün 90-dan çıxırıq. Enli və 23,5 bərabərdir 75-ə. Və bunu həll et. Enli çıx 23,5 bərabərdir 15. Burada enliyi tapırıq ki, 38,5 dərəcə. Və məntəqə şimalda olduğu üçün biz burada şimal enliyini götürəcəyik. Doğru cavabımız B variantı. 90-cı suala baxırıq. İqlim diaqramının aid olduğu məntəqələri müəyyən edin. Bu Azərbaycan müxtəlif şəhərlərinə aid iqlim diaqramlarıdır və birinci məntəqəyə fikir versək 271, yəni yarım səhraya uyğun gələn bir yağıntı və temperaturun 0 dərəcədən aşağı düşməsi bu qışı soyuq keçən yarım səhra və quru çöldür, yəni uyğun gəlir Naxçıvan şəhərinə. Deməli birinci məntəqə Naxçıvandır. İkinci məntəqəyə fikir verir. Yağıntılar qışda düşür və 1402 millimetr yağıntı və temperatur sıfırdan aşağı düşmür. Bu yayı quraq keçən mülayim isti iqlim, yəni Lənkərana uyğundur. Və üçüncü məntəqəyə fikir versək, 1036 yağıntılar yayda düşür. Yəni bu qışı quraq keçən mülayim isti iqlimdir və temperatur sıfırdan aşağı düşməyib. Bu da Zaqatalağa aiddir. Deməli, sualın doğru cavabı Naxçıvan, Lənkəran, Zaqatala D variantı. 41-ci suala baxırıq. Cədvələ son doğru sıraları müəyyən edin. Mississippi çayı bilir ki, Meksika körfəzinə tökülür. Deməli, mənsəbi doğru verilib, biri götürülür. İrtiş çayı Ob çayının qoludur və çaya töküldüyü üçün burada da doğru qeyd olunub. Taxo çayı boğaza yox, Taxo çayı Cənubi Avropanın çaylarından biridir və o birbaşa okeana tökülür. 3 yanlışdır. Kama çayı Volqanın qollarından biridir, yəni Volqaya tökülür. Burada göl qeyd olunub, yanlışdır. Şari çayının mənsəbi dəniz deyil, Çad gölüdür. Burada da yanlışdır. Sena çayı isə La-Manş boğazına tökülür. Fransanın paytaxtından keçən Sena çayı və burada da boğaz qeyd olunduğu üçün doğrudur. 1, 2, 6 B variantı. 42-ci suala baxın. Cədvəldə verilən fiziki coğrafi rayonlardan hansılarının yeri dəyişsə, onların mütləq azalmasına görə düzgün sırasını müəyyən etmək olar. Birdə Qonaqkənd. Qonaqkəndə belə deyək də, Şah dağı götürsək 4243 metr. 2-də Günüt Qapıcıqda da Qapıcıq zirvəsini götürsək 3904 metr. Gəncədə Murov dağı getirsək 3724 metr. Qanıq Əyriçay təxminən 500 metrə qədər. Amma Talış dağları 2493 metr. Təbii ki, Talış dağları Qanıq Əyriçaydan daha hündürdür və bir də düzənlik burada Qanıq Əyriçaydır. Yəni 4 ilə 5-in yerini dəyişmək lazımdır. Doğru cavabımız A variantıdır. 43-cü suala baxırıq. Doğru olmayan fikirləri müəyyən edin. Yanvar ayında Abşeron yarımadasında tropik hava kütlələri daxil ola bilər. Əslində yanvar ayında, yay aylarında da bəzən tropik hava kütlələri daxil ola bilər. Yəni bu doğru fikirdir. Amundsen dənizində su kütləsinin əsas həcmində temperatur mənfidir. Bu da doğrudur. Qütblərə yaxın dənizlərdə temperatur mənfi ola bilər. Doğrudur. Tar səhrası Hind çayından şərqdə, Pakistan və Hindistanın ərazisində
yerləşir. Tar səhrası həqiqətən də Hind çayından şərqdə, Pakistan və Hindistanın ərazisində yerləşir. Bu da doğru fikirdir. İndi burada yanlış cavablar hesabı. Şimal yarımkürəsində quru səthinin sahəsi su səthi ilə müqayisədə daha az. Əksinə olaraq şimal yarımkürəsində quru su səthindən daha çoxdur. 4 yanlışdır. Britaniya yarımadası Kamçatka yarımadasından fərqli olaraq mülayim dəniz iqlim tipində yerləşir. Əslində Britaniya yarımadası da Kamçatka yarımadası hər ikisi mülayim dənizdə yerləşir. Burada da yanlışdır. Malakka və Çukot yarımadaları Yeni Qırışıqlıq vilayətində yerləşir. Malakka ola bilər, amma Çukot deməli Yeni Qırışıqlığa aid deyil. Yanlışdır. 4, 5, 6 Y variantı. 44-cü suala bax. Xəritə sxemasında çayların gətirmə konuslarının yayıldığı əraziləri müəyyən edin. Gətirmə konusları əsasən Şirvan düzündə, Qazax Qarabağ, Qanı Xəriçay, eyni zamanda Şərri Ordubad və Lənkəranda rast gəlinə bilir. Nisbətən də Ə, deməli Qusar mahalə düzənliyində də rast gəlinir. Yəni dağların ətəklərində və düzənliyə çıxan ərazilərdə çayların gətirdiyi çöküntülərin nəticəsində yaranır və bunun əsasında biz 3-ü, 5-i buradan silirik. Çünki bu ərazilərdə dağlıq ərazilərdir və hündür ərazilərdir və burada gətirmə konusu ola bilməz. Və variantlardan biz həmin cavabları siləndə artıq cavabımız bəllidir. 2, 4 və 6-dır. Baxaq 2 Qanı Xəriçay, 4 Şirvan düzü, 6 isə Arazboyu düzənliklərdir. 1 isə Qobustan Abşerondur. Bildiyimiz kimi burada gətirmə konusu formalaşmır. Cavabımız B variantı. 45-ci suala baxır. Əgər yer kürəsi xəyali ox ətrafında 1 dərəcəni 3 dəqiqəyə dönsəydi, Bakı şəhərinin yerləşdiyi meridian hansı saat qurşağının sərhədini təşkil edərdi? Bildiyimiz kimi normalda 1 dərəcə 4 dəqiqədir. Əgər bu 3 dəqiqə olsaydı, o zaman biz 1 saatın neçə dəqiqə olduğunu tapacağıq. O zaman 1 saata yer kürəsi 20 dərəcə dönərdir. Yəni 15 dərəcə yox, artıq 1 saatımız 1 saat 20 dərəcə olacaqdı. O zaman görək neçə saat qurşağı yaranar? 3 saatımızı 20-yə bölürük. 18 saat qurşağı formalaşardı və Bakının coğrafi uzunluğu 50 dərəcə şərq uzunluğudur. Biz 50-ni 20-yə bölürük və 2 dəfə bölünür və qalıqda isə 10 dərəcə qalır. Bu da o deməkdir ki, Bakı şəhəri yerləşəcək 2 və 3-cü saat qurşaqlarının tam ortasında. Doğru cavabımız 2 və 3 C variantı. 46-cı suala bax. Cədvələ sizin qırmızı və mərmərə dənizlərini müqayisə edin. Oxşar və fərqli cəhətləri. Birinci sırada, birinci cədvəldə oxşar, ikinci cədvəldə isə fərqli. İki qitənin sahillərini yuyur. Həm Qırmızı dəniz, Asiya, Afrika, Mərmərə, Avropa, Asiya sahillərini yuyur. Bu oxşardır. Boğazla qonşu hövzələrinə birləşir. Qırmızı dəniz Babil-Məndə boğazı vasitəsilə Hind okeanına, Mərmərə dənizindəki boğazlar vasitəsilə birləşir. Məsələn, Qara dənizə Bosfor boğazı ilə, ondan sonra da Ege dənizinə Dardanel boğazından birləşərək okeana çıxır. Bu doğrudur. Hind okean hövzəsinə aiddir. Qırmızı dəniz Hind okeanı, Mərmərə isə Atlantik okeanıdır. 3 yanlışdır. 3 olan cavablar çıxılır. Cavab 1, 2, 4 olacaq. Fərqli cəhətlərə baxırıq. İnkişaf etmiş ölkənin sahillərini yuyur. Mərmərə dənizi heç bir inkişaf etmiş ölkənin sahillərini yurmur. Amma Qırmızı dəniz bildiyimiz kimi İsrailin sahillərini yuyur və ona görə də burada biz 4-ü götürə bilərik fərqli cəhət kimi. Daxili dəniz həm qırmızı, həm mərmərə daxili dənizdir. Yəni bu oxşar xüsusiyyətdir. Zəlzələ və müasir dağ əmgəlmə zonasında yerləşir. Qırmızı dənizdə havaların bu hissələrdə tektonik sınmadır, ayrılmadır və burada tektonik aktivlik mövcuddur. Həmçinin Mərmərə dənizi də aktiv ərazidə yerləşir. Bu da oxşar fikirdir. Cavab 1, 2, 4 B variantı. 47. Hansı adalarda əhalinin sayı daha azdır? Bildiyimiz kimi qütbə yaxın ərazilərdə əhalinin sayı azdır. Ona görə də biz qütb ətrafı ərazilərdə yerləşən adaları təyin etməliyik. A variantında Yava, Honshu və Luson adaları, İndoneziya, Yaponiya və Filippin. Burada əhalinin sıxlığı daha çoxdur. Haiti, Mindano və Sumatra eyni zamanda həmin adalar da tropiklərdə əlverişli iqlimdə yerləşdiyi üçün əhalinin sayı
Burada da çoxdur. Kuba, Siciliya, Tayvan adaları da belədir. D-də də böyük bir. Burada sıxlıq çoxdur. Amma Y variantı Baffin torpağı, Falkland və Müqəddəs Helena adalarında nisbətən əhalinin sayı. Yəni Baffin qütbətrafı ərazilər. Necə Falkland Cənubi Amerikanın cənub uclarıdır və Müqəddəs Helena adası okean daxili ərazilərində olduğu üçün burada da əhalinin sayı nisbətən digərlərindən daha azdır. 48. Litosfer tavalarının konvergent sərhəddi üçün doğrudur. Konvergent yəni toqquşma sərhədi. Yəni toqquşma, yaxınlaşma sərhəddindən deyəcəyik. Geotermik pillə böyük olur. Əslində konvergent zonada pillə kiçik olmalıdır. Bir A variantı yanlışdır. Qədim platformalar yaranmışdır. Xeyr, toqquşma və ayrılma platforma uyğun gəlmir. Aliyut, Kurir və Marian adaları yaranmışdır. Bəli, Aliyut, Kurir Sakit Okean tavası ilə Şimali Amerika və Avrasiya tavasının toqquşmasıdır. Marian adaları da Filippin Sakit Okean tavalarının toqquşmasından yaranmışdır. Tamamilə doğrudur C variantı. Ümumiyyətlə tavalarının toqquşması nəticəsində qövsvari adalar yarana bilir. Orta okean dağ silsilələri bu divergentdir. Apisan düzənliklər isə okeanın dərin ən böyük sahələri hesab edilir. 49. Azərbaycanın transsərhəd çaylarının üzərində yerləşməyən su anbarları. Burada biz məsələn A variantı Xudafərin və Qız Qalasını görürük. Bunlar Araz çayıdır və bu transsərhəd çayıdır. B variantında Bolqar çay, Göytəpə, Yenikəndi görürük. Yenikənd Kür çayıdır və Kür çayı başqa ölkənin ərazisindən gəlib axdığı üçün, yəni biz bunu da götürə bilmərik. C variantında yenə də Varvara və Varvara görürük. Varvara da Kür çayının üstündədir və o başqa ölkədən gəldiyi üçün transsərhəd hesab edilir. D variantında yuxarı Xanbulan, Sərsəng və Yekəxana. Qeyd edim ki, bu hər üçü bildiyimiz kimi ölkəmizin ərazisində yerləşən çayların üzərində, yəni ölkəmizin ərazisində formalaşan çayların üzərində. Yuxarı Xanbulan burada Bəşəri çay üstündə, Sərsəng Tərtər, İsmailədə Yekəxana, yəni bu ölkəmizin ərazisində formalaşan çayların üzərində olduğu üçün bunlar transsərhəd çayların üzərində yerləşməyən su anbarına aiddir. Y variantında da elə Ağstafaça bilirik ki, bu Ermənistan ərazisindən başlayır və ölkəmizin ərazisinə keçir. 50-ci suala baxırıq. Xəritə sxemində verilmiş şəhərlərdən hansılarında 21 mart tarixində günorta vaxtı şaquli bastırılmış dirəyin kölgəsinin uzunluğu dirəyin öz uzunluğundan daha uzaqdır. Yəni burada demək istəyir ki, 21 mart tarixində Günəş ekvatorda zenitdədir. Ə, Yəni ekvatora yaxın olan məntəqələrdə təbii ki, kölgənin uzunluğu qısa olur. Amma daha uzaq olması üçün ekvatordan olan uzaq məntəqələri seçmək lazımdır və baxırıq ki, Kinshasa, Bangkok və Buenos Aires bunlar ekvatora daha yaxındır, amma Madrid, Oslo və Praqa şəhərləri isə bunlar ekvatordan uzaq olduqları üçün burada kölgə daha uzaq, yəni daha uzun olacaqdır və onda cavab olaraq B variantını seçirik. 51-ci suala baxın. Pont dağları üçün doğru fikirləri müəyyən edin. Pont dağları Qaradənizin şimalında Türkiyə və Gürcüstan sərhədində olan Gürcüstan ərazisində yerləşən dağlardır. Və Türkiyənin ən hündür zirvəsi bu dağlarda deyil, Anadolu yaylasındadır. Bir yanlışdır. Seysmik cəhətdən aktivdir. Cavan dağlardır. Qədim fəali dağ ola bilməz. 1-3 cavabları yanlışdır. Cavabımız oldu B variantı. Hündürlük qurşaqları müşahidə olunmur. Bu yanlışdır. Dağlarda hündürlük qurşaqları müşahidə edilir. Alp qırşığında yaranıb. Təbii ki, cavan dağ olduğu üçün Alp qırşıqlığıdır. Altta Qaradəniz sahilində yerləşir. Doğrudur. 2, 5, 6 B variantı. 52-ci suala bax. Lerik rayonu ərazisində təşkil edilmiş yasaqlıq. Lerik rayonu ərazisində təşkil edilmiş yasaqlıq bu Rıvarıt yasaqlığıdır. Cavabımız elə A variantıdır. 53-cü suala baxır. Aşağıdakı fikirlərdən hansını Mürrey çayına aid etmək olmaz? Hövzəsində codyarpaqlı meşə və kolluqlar yayılmışdır. Əslində hövzəsində codyarpaqlı meşə və kolluqlar müəyyən qədər ola bilər. 2-də gəmiçilik əhəmiyyəti yoxdur. Gəmiçilik əhəmiyyəti var. Deməli bu yanlışdır. Qış fəslində ilin soyuq dövründə suyun səviyyəsi xeyli yüksəlir. Əslində qış fəslində yox, yay fəslində daha bol sulu olur.
Yani burada da 3 yanlışdır. Üzerində su anbarları tikilib. Bəli, bu doğrudur. Üzərində su anbarları mövcuddur. İl ərzində fasiləsiz axına malikdir. Bu da doğrudur. 2 və 3 fikirləri yanlışdır. 54. Mənsəbinin mütləq hündürlüyü -5 metr olan A çayının mənbəyi dəniz səviyyəsindən 995 metr hündürlükdədir və bu çayın uzunluğu 2000 kilometr olarsa onun orta meylini tapın. Deməli bildiyimiz kimi çayın əvvəlcə düşməsini tapmalıyıq. Düşməni tapmaq üçün onun mənbəyinin hündürlüyündə mənsəbinin hündürlüyünü çıxırıq. Bu da eləyir 1000 metr və bilirik ki, meyillik bərabərdir düşmə bölünsün uzunluq. O zaman biz düşməni tapdıq 1000 metr. 1000 metr və çayın uzunluğu isə 2000 kilometrdir. Deməli, çayın meyli 0,5 metr böl kilometr olur. 55-ci suala baxırıq. Montampele və Eyjafjallajökull vulkanlarının oxşar cəhətlərini deyir. Bu Martinka adasındadır. Bu isə İslandiya adasıdır. Litosfer tavalarının, yəni oxşar cəhətlər litosfer tavalarının sərhədində yerləşir. Bu tavaların Martinki toqquşma, İslandiya ayrılma sərhədidir. Bir doğrudur. Adada yerləşirlər. Bu da oxşardır. Sönmüş vulkanlardır. Xeyr, bunlar aktiv vulkanlardır. 3 yanlışdır. Şimal və qərb yarımkürəsində yerləşirlər. Bildiyimiz kimi Martinki şimal və qərb, İslandiya adası da şimal və qərbdir. Deməli oxşardır. Yerləşdiyi ərazidə Passat külələrinin təsirinə məruz. Martinkini tropik enişlərdədir. Burada Passat külələri olur, amma İslandiyada qərb külələridir. Deməli götürə bilərik. Asiya qitəsinin vulkanlarıdır. Bunların heç biri Asiya qitəsinə aid deyildir. 3, 5, 6. 56-cı suala baxırıq. Müəssisənin 1 sutkalıq enerji sərfiyyatı 120 ton neftdir. Müəssisə 30 sutkanın 12 sutkasını yanacaq çatışmamazlığı səbəbilə daş kömürü ilə işləmişdir. Müəssisənin 30 sutka müddətində sərf etdiyi yanacağın ümumi çəkisi neçə ton olduğunu müəyyən edin. Qeyd olunub ki, 30 sutkanın 12 sutkasını daş kömürlə işləyib. Yəni 30 sutka ümumiyyətlə işləyib və bunun 12 sutkasını çıxsaq, deməli 18 sutka neftlə, daha doğrusu neftlə işləyib və 12 sutka isə daş kömürlə işləmişdir. İndi baxaq, deməli 1 sutkalıq enerji isə 120 ton neftdir. O zaman əgər 18 sutka işləyibsə, biz 18-i vururuq 120-yə və burada çünki 18 sutka bildiyimiz kimi neftlə işləyib. Bu eləyir 2160 ton. Deməli 2160 ton neft burada istifadə edilib. Və bilirik ki, daş kömürün yanacaq əmsalı 1-dir. Neftin yanacaq əmsalı isə 1,5-dir. Deməli 120 ton nefti daş kömürlə əvaz etmək üçün 120-ni biz 1,5-ə vursaq, bu da eləyəcək 180 ton daş kömür. 180 ton daş kömür istifadə etməliyik. Daş kömürdən isə 12 sutka istifadə edilib. Yəni biz 12-ni vuracağıq 180-ə. Eyni zamanda bu deyilir 2160 ton daş kömür. Ümumi çəkisi istədiyi üçün 2160-ın üstünə yenə də 2160-ı əlavə edəcəyik. 4320 ton edir. Cavabımız isə 4320 ton. 57-ci suala baxırıq. ABŞ, Böyük Britaniya və Çin. Bunlara uyğun olan hava limanları. Bunlardan fikir versək, O'Hara və Halifax-Jackson bu hava limanları ABŞ-da yerləşir. Bunları ADN ABŞ-a aid edilir. Heathrow Londondadır, yəni Böyük Britaniya. Shoudo isə Şouda yerləşir Çində. Haneda isə Yaponiyadadır və burada Yaponiya cavabı olmadığı üçün bu heç birinə aid deyil. Cavabımız olacaq A, D, B və C variantları. İndi isə situasiyaya bax. A və B ölkələri şimal tropik xətti ilə kəsişir. Bu ölkələrin sahillərini iki okean suları ilə yuyulur.
Hər iki ölkədə səhralar mövcuddur. A ölkəsi qərb, B ölkəsi isə şərq yarımkürəsində yerləşir. Bu ölkələrdən biri federativdir, digəri isə unitar inzibati ərazi quruluşuna malikdir. Burada söhbət A ölkəsini biz fikir versək, bu Meksikadır. Meksikada bildiyimiz kimi səhralar mövcuddur. B ölkəsində də fikir versək, Misirdir. Deməli, Meksikanın sahələrini Sakit və Atlantik okean, Misirin sahələri isə Hind və Atlantik okean yuyur. Meksika federativ, Misir isə unitardır. Deməli, A və B ölkələrini biz müəyyən etdik ki, burada Meksika olacaq, B-də isə olacaq Misir. A və B ölkələrin sahələrini yuyan okeanlar, Meksikanın sahələrini deməli Sakit və Atlantik, eyni zamanda Misirin sahələrini isə Atlantik və Hind okeanları yuyur. 59-cu suala bax. A və B ölkələrin inzibati ərazi quruluşları və bu ölkələrin həmsərhəd olduğu inkişaf etmiş ölkələrin adını yazın. Meksikanın inzibati ərazi quruluşu federativdir. Amma Misirdə isə unitardır. A və B ölkələr həmsərhəd olduğu inkişaf ölkələr, məsələn, Meksikanın qonşu olduğu inkişaf etmiş ölkə ABŞ-dır. Deməli, Misirin isə İsraili götürə bilərik. 60. Qış gündönmü günü A və B ölkələrinin tropik xətti ilə kəsişən nöqtələrində günorta vaxtı günəş şəfəqinin düşmə bucağını hesablayın. Bildiyimiz kimi həmin məntəqələr, yəni həm Meksika, həm də Misir qeyd edək burada. Meksika və Misir, bunlar yerləşir 23,5 yəni şimal enliyindən toqquşan bu tropikdə. Burada qış gündönümü günü günəşin düşmə bucağını tapmaq lazımdır. Qış gündönümü üçün günəş 23,5 cənub enliyində zenitdədir. O zaman bizim düsturumuz belə olacaq. 90 çıxılsın. 23,5 üstə gəl 1 daha 23,5 və bu da eləyəcək 43 dərəcə. Deməli, sualın doğru cavabı 43 dərəcə. İzahlar bu qədər. Sağ olun.